Yəni bu maşın bizə gələndə, yəni müştəri bizdən şikayət eləyirdi ki, ya arada maşın işə düşür, gedir, arada getmir. İlk öncə başlayacağım ünvandan. Çünki həmişə siz ünvanı soruşursunuz. Zikar servisdəyik. Zikar servis yerləşir 7-ci mikrorayon 7-ci mikrorayon tərəfdə. Zikar servis yazsaz Waze-də çıxacaq. Salam aleykum Fuad bəy. Xoş gördük. Xoş gördük. Fuad bəy deməli Zikar servisdə servis müdürü kimi çalışır və suallarımızı sizə yönləndirəcəm. Əvvəlcədən deyim ki, çətin suallar gözləyirsiniz. Ona görə də zəhmət olsa tam ətraflı cavab vereyim. İlk öncə başlayayım sadə bir sualımdan ki, hansı avtomobillərə xidmət göstərirsiniz və hansı növ xidmətləri göstərirsiniz? Biz əsasən Çindən gətirilən maşınlara xidmət göstəririk. Bəli. Çünki bizim Çindən son illər bilirik ki, yəni Çindən maşınlar çox ixal olunur bizə də, ölkəmizə də. İnsanlarda da bu Çin avtomobillərin sahiblərində də belə bir qayğısı var idi ki, bunlara bəs nətən xidmət göstəriləcək. Bizə qərar aldıq ki, belə servis açaq, onların yəni bu problemdən azad eləyək, yəni heç olmasa bu xidməti göstərə bilək inşallah. İndi hal-hazırda bizdə yağ dəyişmə məsələsidir, bu texniki baxışlardır, avtoçilingərdir, mühərrik ustası da var, elektrikdir, elektronikadır, kondisionerin təmiridir. Yəni bütün bu xidmətlərin hamısını göstərir. Onunla yanaşı proqram təminatı yazılır. Məsəl üçün sim kart quraşdırılmaz da var. Beləsinə məsələ hamısına yəni baxır. Hələ növbəti sualım o idi, siz mənə qabaqladınız. Deməli, bu gətirilən avtomobillərlə bağlı hansı ki akkauntu misal üçün yoxdur və yaxud da ki akkauntu onun adına deyil və yaxud da ki dil problemi var, dili olur ki ingilis dili olmur və yaxud da rus dili olmur və yaxud da türk dili olmur. Bax o kimi xidmətlərdən hansıları göstərə bilirik? Yəni göstərə bilirik ki, misal üçün akkauntu yazdıra bilirik, dil dəyişmələr, yeni proqram təminatlarının yazılması, bu kimi xidmətlərdən biraz ətraflı məlumat verək. Yəni maşının modelindən asılı olaraq yəni, müəyyən qədər dəyişir də. Məsələn, bəzi maşınlarda dildə dəyişdiririk, proqramda yazırıq. İndi bəzi maşınlar olur ki, əsasında təzə gələn maşınlar ki, hal-hazırda onlarda dil məsələsi olmur deyənə, yəni onlara hələ mümkün olmur. Akkaunta gəldikdə isə yəni hansı maşınlarda ki mümkündür. Azərbaycanda o akkaunt həqiqətən işləyir, faydalıdırsa, onları da həyata keçiririk. Çünki bəzi maşınlar olur, məsəl üçün, yəni gəlir, indi hal-hazırda onun da yox, bəzi maşınlar var, onların da yolunu tapmışıq. Amma elə maşınlar olur ki, akkaunt burada işləmir. Yəni sırf Çin üçün nəzərdə tutulub da. Bəli, bəli. Yəni ona da yəni bizə gəlib müraciət eləyəndə müştəri, məsələn, sim kartla quraşdırmaq istəyirsə, biz ona deyirik ki, buna sizə ehtiyac yoxdur, artıq xərcdir yəni. Aha. Çünki yəni o ucuz bir başa gələn proses deyildi, yəni sim kartın qoyulması, eləməsi, ona görə ondan eləyirik. Amma hansı maşınlarda ki mümkündür və ona əlavə nə isə qazandırırsa, bəli. Və qazandırır da. Məsəl üçün, lisiyan maşınlarında olsun, bəzi məsələn maşınlar var, boyada olsun. Onlarda avtopilotdur, aktiv təhlükəsiz sistemləridir, məsələn avtoparkingidir. Bunlar hamısı aktivləşir. Sim kart quraşdıranda da, akkaunt köçürüləndə bunlar hamısı aktivləşir. Ona görə onlara o təklif edirik, xidməti təklif edirik. Edirsiniz. Aydın. Çox gözəl. Mən izləyicilərim məni bu cür tanıyırlar ki, mən hara getdimsə qiymətli soruşuram. Ən azından o range deyirlər də, yəni misal üçün bu qiymətdən bu qiymətə kimi. Zəhmət olunsa onlar barədədir ki, misal üçün ən minimal o akkauntun yazılması filan avtomobildə və yaxud ki, mən bildiyim qədər elə avtomobillər var ki, baxırsan ki, buna da dil yazır, ona da dil yazır. İkisi də misal gətirirəm, Çanqandır. Birində qiymət başqadır, digərində qiymət başqadır. Ona görə, yəni ən aşağı qiymətdən ən maksimal qiymətə kimi təxminən xəçəbə izləyicilər deyə başa düşürəm ki, indi hər bir avtomobili bir qiymətli demək, video nə boyda uzun olacaq, onu demirəm. Amma ən azından birinci deyək ki, təxmini insanlar bilsinlər ki, bu hansı məbləğlərdən söhbət gedir? Məbləğ renci çox genişdir. Çünki yəni ən sadəsindən başlayaq. Yəni, hansısa Çanqan maşınlarda dil dəyişimi deyəndə orada sistemə sadəcə mühəndis sistemidir. Orada giriş eləyib, oradan Android sisteminə dili dəyişmək lazımdır ki, orada menyuda da dəyişsin, yəni dildə. O, məsəl üçün, sadə proses olduğu üçün onu 30 manatdan başlayır. Məsələn, 30 manatım onu eləyirik. Bəli. Amma lap qəliz maşınlar da var. Məsəl üçün, Voya Dreamer kimi, məsəl üçün da, onlarda. Onlarda indi bəzi maşınlar, təzə maşınlarda, məsəl üçün, yoxdur da.
Orada dəyişə bilər, məsələn 2500-3000 manata kimi gəlib çıxa bilər. Hətta Bəli. o qiymətlərə kimi gəlib çıxa bilər. Aydındır. Ən çox bazarda olan çanqanlara biraz sual vereyim. Çünki ən çox çanqan Q07-lərdir və yaxud da ki çanqan CS55-lər, daha sonra Unize-lər, bax onlardan bir balaca məlumat verir. Çünki izləyicilərin çoxsu o istiqamətdə qeyblər. BYD-dən çox məncə çanqanların sürücüləri daha çoxdur o segmentdə. O segmentdə də yəni baxır, yəni maşınlara, yəni o segmentdə hardasa mən əgər dipalı da qatsam, çanqan kimi götürsəydə, Bəli. 450 manata kimi dəyişir. 450 manata kimi dəyişir. Növbəti suallarımız gəlir. Növbəti suallarımız zəmanət məsələsi. Yəni yeni və yaxud da köhnə avtomobillər, hansı ki həm avtomobil artıq buradadır, hansı ki yox, hələ ki sifariş verirlər. O avtomobillər hansı ki Çindən gəlir, ixal olunur, onlar üçün zəmanət verirsiniz. Yəni ödənişli əsaslarda da təbii ki. Zəmanət xidmətiniz var, yoxsa yox? Zəmanət xidmətimiz var, bəli. Yəni onu öz gətirdiyimiz maşınlara da veririk zəmanəti. Bəli. Ola bilər ki, hansısa burada olan maşınlara da ola bilsin verilsin, onlara da zəmanət verilsin. Bunun üçün bizim yəni avtosalona müraciət etmək lazımdır. Zikar avtosalona. Ağşəhərdə yerləşən. Orada bəli. Ağşəhərdə yerləşən ora. Oranı da elə Waze-də Zikar yazısı çıxacaq. Bura Zikar servisi yazısı çıxacaq. Bura Zikar servisdir. Aydındır, başa düşdüm. Növbəti və ən çox maraqlandıran suallardan biri də ehtiyat hissələridir. Mən indi bu videoda bu Çin avtomobillərinin yaxşı və yaxud da pis olmağını qarışmıram, o mövzuya girişmirəm. Nəyə görə? Çünki o günü bu günə kimi yəni platformalarda əməlli başlı döyüş gedir də. Cəmaət bir-birlərlə ki 98-in çeşkası yaxşıdır, biri deyir yox bu Toyota'dan başqa yalandır, o birisi deyir yox Çin avtomobili təzə olsun. O hissələrə girişmirik, amma ehtiyat hissələri fərqi yoxdur. Həm kuzov ehtiyat hissələrindən başlayaq, həm də batareya ehtiyat hissələri və ondan əlavə peredoka aid, yəni ön hissədə yerləşən mühərrikə də aid hansı ehtiyat hissələrimiz var, yenidir yox və yaxud da ki işlənmiş ikinci əldə belə deyim ehtiyat hissələri var, üstdən çıxma və yaxud da ki sifarişlə gətirirsiniz. Bu sualı bir dənə zəhmət olmasa ətraflı cavablandıraq, çünki bu da maraqlı mövzudur. Ehtiyat hissələrini biz əslində sifarişlə hamısını gətizdirə bilirik. Yəni hamısını. Bəli. Yəni o deyirlər ki, Çində məsəl üçün maşınlara ehtiyat hissəsi tapılmır, eləmir. Yəni hamısını gətizdirmək olur, problem yoxdur. Məsələ sadəcə orada belə bir şey olur. Məsəl üçün yəni indi dediniz yəni o maşının kuzov hissələrdə, kuzovun üst hissələri də var, daxili hissələri də var. Mən daha çox üstə nəzərdə tuturdum. Yəni o qəzaya görə. Başa düşdüm. Yəni qəzaya görə olanda belədir ki, zavod istehsalı bütün hissələr rəngsiz olur. Bəli. Ona görə müştərilər bizə müraciət edəndə mən onlara əvvəlcədən deyirəm, rəngsiz olacaq. Və rəngsiz də məsləhət görür ki, ümumiyyətlə, yəni rəngli olsa daha yaxşıdır. Ki iş daha az görüləcək orada. Öz rəngi olsa daha az iş görüləcək, daha az xərci çıxacaq. Aydın. Ona görə Çindən bir də baxsız üstdən çıxma detallar da gətiririk. Eyni rəngi tapanda, yəni çalışırıq ki, o üstdən çıxma, o xərci az çıxsın. Aydın. Belə daxili isə hamısı yeni, artıq o da yəni müştərinin özündən asılıdır. Amma adətən biz özümüz meyil eləmirik ki, yəni firma malı gətirək, orijinal detallara üstünlük veririk. Orijinal ehtiyat hissələrini gətiririk ki, biz özümüz də rahat olaq, satdığımız məhsuldan, yəni belə ki, keyfiyyətli məhsul satırıq. Aydındır. Başa düşdüm. Hələ mövzunun bu hissəsində mən xahiş edirəm bir dənə gedək o Zikar avtomobili haqqında da bir dənə Zikar avtomobili haqqında bir dənə ətraflı məlumat verək. Bu problem, bu maşının problemi sizdə hardan gəldi? Yəni nə ilə bağlı, batareya ilə bağlı, harda problemlə rastlaşdılar? Necə baş verdi? Biraz ətraflı. Yəni bu maşın bizə gələndə, yəni müştəri bizdən şikayət eləyirdi ki, arada maşın işə düşür, gedir, arada getmir, yanır. Bəli. Gəldi müştəri gətirdi maşını, yəni evakuatorun üstündə gətirdi maşını, gəldi, biz də saldıq. Diaqnostika elədik, diaqnostika bizə 2 dənə hissədən problem göstərdi. Bəli. İzolyasiya problemi idi ikisində də. Qabaq elektrik motordan və batareyanın özündən. Ki, izolyasiya məsələsi var idi. İzolyasiya.
Bizdə yəni bu ikili, bir də üçüncü məsələ var ki, bunun dediyi ola bilsin sensorunda da problem olsun, düzgün göstərməsin. İzolyasiyada həqiqətən məsələn problem olmasın, sensor özü düzgün işləməsin. Bəli, bəli, bəli. Başladıq qabaq motordan araşdırmağa. Qabaq motorda baxdıq ki, yəni izolyasiyada problem yoxdur. Sadəcə tranzistorlar biraz qaralıb. Aha. İnvertorun içindəki tranzistorlar biraz qaralıb. Yəni sonra keçdik bateriyaya. Batareyanı açanda gördük ki, antifriz orada sızıb. İçərisi antifrizdir. Bir dənə göstərə bilərik hansı hissədə olub? Təxminən sızıntı. Təxmini sızıntı bilmirik yəni. Çünki alt hissədədir burada. Alt hissədə. Bəli, bu sızıntı görə bilmirik. Bu ayrı-ayrı da sökmək olmur. Yəni mən izah eləyə bilərəm nəyə görə sökmək olmur, hamısını göstərəcəm inşallah. Amma yəni burada qıraqlara kimi hamısı antifriz idi burada. Başa düşdüm. Və bu gördüyünüz kimi mən sizə göstərim. Burada görürsünüz maşının özündə aşağısı bu batareyanın alt hissəsində bu görürsünüz bu yaşıla salan rənglər, bu epoksiddir. Bu daş kimidir, yapışdırılıb onlara. Arada gördüyünüz dəmirlər radiatorlardır, antifrizin işlədiyi radiatorlardır. Batareyanın korpusu buradadır. Bax görürsünüz buradan bax. Bunlar hamısı lazerli paykadır. Bunu sökmək çox uzun vaxt aparır, hamısını bir-bir çıxartmaz, hardasa sızıntılı tapmaq üçün gedib ora çıxmağa, hamısı bir-bir sökülməlidir. Sonradan yerinə yığanda da yəni zavod kimi yığmaq olmayacaq. Yəni zavodun özündən də deyirlər ki, yəni bu bir dəfəlikdir. Bu antifriz sızmasına gəldiyinizsə, bu Zeekr'in özünün rəsmi şeyi də var. Buraxılışı da var ki, bəli, bunlarda bəzi maşınlarda bu problem olur. Olur. Bu hansı modeldir? Bu Zeekr 001'dir. 001. Eyni problem biz Rusiyada da görmüşük. Bir nəfər də Ruslarla əlaqə saxlamışdı. Qazaxstanda da, Özbəkistanda da. Biz sızmanın qarşısını ala bildik. Amma o tam qurumağını gözləmək üçün gözləyirik, indi tam qurumur o. Antifriz istənilən halda yəni tam qurumur. Biz müştərinin özünə də məsləhət görmüşdük ki, yəni bu batareya ümumiyyətlə dəyişməyi məsləhətdir. Lap düzəlsə belə biz ona garanti verə bilməyəcəyik. Başa düşdüm. Rusiya ilə Qazaxstanda, Özbəkistanda isə ümumiyyətlə yəni sızmanın da qarşısını ala bilməyiblər. Elə bir dəfəlik dəyişməyə tövsiyə edirlər. Bəs bu batareyaları təxmini qiyməti neçə mindir və neçə kilovatlıq batareyalardır ki, izləyicilər üçün ola bilər maraqlı olsun? 100 kilovatlıqdır. Yəni 100 kilovatlıq əslində düz deyil, 100 kilovat güc göstərsin də. Bu 146 amper saatla deyirlər. 685 volt verən, gərginliyi verən 146 amper saatlıq batareyadır həcmi. Bəli. İndi o 100 kilovat hesablamaq üçün də o 685-i vurursan 146-ya, alırsan o 100 kilovatı. Bəli. Bu batareyanın yəni özü də ki, yəni qiyməti biz işləmişini tapdıq, Çindən sorğu-sual elədik. $7200 Çindəki qiyməti. $7200. Bəli. Aydındır. $7200 Çində qiymətidir. Bəli. Amma nəzərə alın ki, yəni bu batareya özü də yəni 600 kilometrdən yuxarı məsafə verir bizə. Yəni kifayət qədər uzun bir məsafədir. Məncə o məsafə üçün məncə elə də baha deyil. Əlbəttə. Məncə elə də baha deyil. Qiyməti çox sərfəlidir. Qazaxıstanın özündə yəni bu batareyanı Qazaxstana gətirməklə bir yerdə $17000 söyləmişlər, ya başa gəlmişdi. Bəs bu 7200 ancaq oradakı qiymətdir, daşınma xərci də. Orada daşınma xərci də olacaq, gömrük rüsumu da olacaq orada. Yəni onlar da üstünə gələndə hardasa gələcək $11-12 gəlib çıxacaq. Bəlkə də $13.000 kimi. Aydındır. İndi siz bu avtomobildə gözləyirsiniz ki, bir dənə qurusun, hə? Çünki indi taxsaz yenə də həmin aşıqdan verəcək də sızma. Taxsaq həmin problem yenə də yaranacaq. İndi qurumağını gözləyirik, amma ümidimiz kəsilib açıq edəcək. Çünki bu qurumağı biraz çətin məsələdir. Antifrizin spirtlə də yumuşuq, eləmişik, təmizləmişik. Amma yəni o hardasa var ki, yenə də buraxır, müəyyən qədər buraxır. Yəni ümumiyyətlə məsləhətdir ki, bu dəyişilsin batareyanın özündə. Bax, qurusa belə biz ona zəmanət verə bilməyəcəyik. Başa düşdüm. Amma nədən qaynaqlı? Yəni maşının altını vurmayıb, suya girməyib. Heç bir şey olmayıb, heç bir şey. Sadəcə olur bəzi maşınlarında, məsələn Zeekr'in dediyim kimi rəsmi öz yəni bir buraxılışı da olub, bir şey də olub ki, yəni bəzi maşınlarda belə həqiqətən beləsində bir problem var, defekt var. Onun qarşılığında avtomobildə o geri çağırma kimi bir funksiyası var olardı, yoxsa yox? O Çində olan maşınlara təbii ki, onlar hamısını özləri. Çində olan hətta nəyisə batareyanın özündə bir problem çıxanda özləri
dəyişdirirlər. Çünki Dəyişdirirlər. ömürlük zəmanət verirlər batareyaya. Aydın. Heç də maraqlı məlumat idi əslində. Həqiqətən kilometraj da cəmi 42 min falan. 42 min bəli. 42 min kilometraj gedib. Maraqlı gəlir ki, nədən Bu çox nadir çıxan problemdir. Çox nadir. Amma bizim müştərinin bəxtindən, onun da bəxtinə gəlib. Keçən səfər biz bir dənə video çəkmişdik. Deməli bir yoldaş var, yaxın adamdır, Çanqan Unizi almışdı. Cəmi heç 600 kilometr getməmişdi. Mühərrikində deməli bir problem çıxmışdı. Onu da deməli çəkiliş eləyəndə deyirlər ki, yəni biz 25 il ya 15 il fəaliyyətimizdə hələ belə bir şeylə rastlaşmamışdıq da. Birinci dəfədir rastlaşırıq ki, bu qədər az yürüyüşü olan avtomobildə orada deməli prujunda bir problem çıxmışdı. Xərci də o hər dəfə də xərci soruşurlar cəmaət. Vallahi hər dəfə soruşurlar. 980 manat xərc çıxmışdı orada. Belə təşəkkürlər ətraflı məlumat üçün. Əslində indi çox insanda belə təəssürat yarana bilər ki, batareyada nəsə problem olur. Əksinə, yəni batareya ən sonda xarab olan bir şeylərdən biridir, yəni maşınlarda. Yəni bu batareya məsələn Zikrin özündəki batareya rahatlıqla 500 min, 600 min kilometr gedə bilər. Gedə bilər. Bəli. Yəni degradasiya olmamış. Yəni təbii ki, maşın da olur. Yəni o istənilən maşında olur. O Mercedesində də olur, BMW-sində də olur, Toyota'sında da olur. Yəni mən həmişə bir söz demişəm də, iş görülməyən yerdə səhv olunur. Bəli. İş görülən yerdə mütləq hardasa müəyyən qədər səhv olmalıdır. Bəli, tam razıyam sizlə. Qarşılaşdığınız ən maraqlı, gülməli və yaxud da çətin bir məsələ və hansısa bir avtomobil olubmu ki, yaxınlaşıb, dərdi, çarəsini tapmamısınız və buradan, belə deyim də, yola salmışsınız, gedib başqa yerə. Belə deyək, əslində bu elektrik maşınlarla, içindən gələn plug-in hibridlər yeni nəsil maşınlardır yenə. Bəli. Demək olar ki, hər bir yaxınlaşan problemlər unikal olur, maraqlı olur. Maraqlılar arasında ən maraqlı məsələn bu Zikr bayaq qeyd elədik. Xüsusən bu arxada Voya maşını var. Bəli. Bu Voya maşında da maraqlı bir hadisə olmuşdu. Bu maşın gələndə çıspağa rejimi deyirlər, yəni çıspağa şəkli çıxır orada, məhdud güc rejimidir. Bəli. Bu da maşınlarda hansı hallarda olur? Ya batareya təmiz sıfıra kimi düşür, ya da ki, yəni soyutma sistemində yəni problem görür, çox isti görür orada, məsəl üçün, başlayır həmin rejimə keçir. Yəni bu maşında biz gəldi servisdə həll elədik, yəni 2 həftəyə tapdıq. Orada yəni invertorda problem var idi. Onu düzəltdik, invertor. Öz invertorum bəli, onu da təmir elədik, öz invertorum. İnvertorun dəyişməyə ehtiyac olmadı. Öz invertorunu təmir elədik, onunla da düzəldi. Belə həll eləyə bilmədiyimiz problemlər əsasən nəyə görə həll eləyə bilmirik? Avadanlıqla bağlı olur. Məsəl üçün, avator yaxınlaşır bizə. Onun diaqnostikası bizdə olmadığı üçün yəni maşın gedir, hər bir şey qaydasındadır. Sadəcə bir dənə səhv çıxır. O səhvi də biz bilirik, yəni hardadır, təxmini. Sadəcə maşını sökmək istəmirik. Bilirsiniz nətər, yəni qaranlıq otaqda qara bir şey axtarmaq üçün bir şey olur da. Yəni diaqnostikası bizə göstərir ki, problem hansı istiqamətdə axtarmaq lazımdır. Biz də boş yerə maşını söksək, bəlkə də tapmaq olar onu. Başa düşdüm. Durduğu yerdə maşını söküb, məsələn, o qaranlıq otaqda da gəlsə ayağımın altını görmürsən. Nəysə vurubsun, durabilirsən. Bəs indi hal-hazırda eyni problemlə yaxınlaşır. Bu, yəni hadisə nə vaxt olub ki, indi hal-hazırda eyni problemlə yaxınlaşır? Artıq avadanlıq var, yoxsa hələ də yoxdur? Yox, hələ də yoxdur, amma yəni xariclə artıq qoşulub onu diaqnostik eləyə bilirik. Aydın. Yəni qoşula bilirik xarici serverlərə, oradan artıq diaqnostik eləyib o imkanımız var. Ki, yəni bilək ki, harada axtarmaq lazımdır problemi. Aydındır. Bir dənə də belə bir sual var, izləyicilərdən gəlib. Deməli, özümüzün ehtiyat səsi olsa, yaxınlaşıb burada xidmət göstərilə bilərmi? Çünki elə yerlər var ki, deyir, yox, mən yalnız öz ehtiyat səsimdən istifadə edirəm, sən gətirsən, mən o sənin maşına var, xidmət göstərməyəcəm. Belə bir xidmətdən yararlana bilərlər, yoxsa yox? Yox, təbii ki, yararlana bilərlər. Yəni, amma biz məsləhət görürük ki, ehtiyat səsi orijinal olsun. Çünki sabahları yəni biz təmir eləyəcəyik. O həmin ehtiyat hissəsinə görə təzədən problem yaranmasın. Müştəri xərcə düşəcək. Bizə də gəlsə, yəni üzərimizə qayıtsa belə, yəni o bizə eləyə bilməyəcək. Çünki həqiqətən məsələn ehtiyat hissəsinə görədirsə problem, onu bizə eləyə bilməyəcək. Başa düşdüm. Özü xərcə düşəcək. Başa düşdüm. Yəni yaxınlaşsa problem yoxdur, yəni amma orijinal ehtiyat hissəsi olsun. Çünki yenə də deyirəm, ehtiyat hissələri ümumiyyətlə Azərbaycan biraz kiçik bazardır. Hamı birinci fikirləşir ki, ehtiyat hissəsi var, yoxsa yoxdur. Heç bir maşın, təzə gələn maşın, heç bir salondan alınan maşının ehtiyat hissəsi Azərbaycanda olmur.
Çünki bazar çox kiçikdir. Böyük ölkələrdə olur. Amerika kimi böyük ölkələrdə, şeylərdə məsəl üçün ehtiyat hissələri əvvəlcədən stokda olur. Bəli. Amma Azərbaycan balaca ölkə olduğu üçün, maşını az olduğu üçün orada ehtiyat hissələrini təbii ki, heç kəsə sərf eləməz ki. Gətirsin, əlində qalsın. Aha. Sata bilməsin. Amma sifarişlə dediyiniz Sifarişlə hər bir ehtiyat hissəsini gətirmək olur. Təxminən neçə günə olur? Yəni belə deyim də, quru yolu ilə təxminən 2 aya. 2 aya. Amma təyyarə ilə 2 həftəyə də ola bilər, 1 aya kimi də çəkə bilər. Təyyarə ilə də böyük qabaritli sərf eləmir təbii ki. Başa düşdüm. Bu arada mən sizə təşəkkür eləmək istəyirəm. Bir izləyici xanım yazmışdı. Bölgələrin birində yola çıxanda Çanqan Dipal S7 səhv eləmirəm, 07 avtomobilində problemlə rastlaşmışdı. Fuad bəy Zikr servisin nömrəsini vermişdim. Xanım elə birbaşa sizlə əlaqə saxlayaraq o problemi aradan, yəni maşın dayanmışdı, getmirdi maşın. Zəng vurdu, uzaqdan siz ona dəstək olmuşdunuz. O qədər təşəkkürünü bildirmişdik ki, elə Instagramda direktə yazmışdı. Bu arada elə Instagram hesabımı da bilən deyim, Orxan Babayev 052. Kim istəsə mesaj bölümünə. Elə insanlar var ki, kommentdə yazmağa utanırlar. Bilməm, elə bir fobiyası olan insanlar da var. Problem yoxdur, direktə yaza bilərlər. Bu arada elə təkrarçılığım olsa, kiminsə əlavə nəsə sualları varsa, heç bir sıxıntı yoxdur. Bu videonun ikinci hissəsi də çəkilə bilər. Yəni, nə suallarınız varsa qeyd edin. Ən son sual, sonuncu sualdır. Buradan Çin avtomobilini sürən izləyicilər üçün, sürücülər üçün tövsiyələriniz, fərqi yoxdur, qış rejimi ilə bağlı, yay rejimi ilə bağlı, ümumi bir nə məsləhət görərdiniz? Yəni, ən çox nələrdə problemlərlə qarşılaşırsınız ki, qabaqcadan tədbirlərini görsələr yaxşı olar? Yəni, əslində mən məsləhət görərdim ki, qorxmasınlar. İstənilən halda, yəni 0 kilometr avtomobil, 0 kilometr avtomobildir, təzədir. İndi kimsə məsəl üçün deyir ki, nə bilim, dəmiri yumşaqdır, bu bir şeydir. Hal-hazırki tendensiya budur. Dəmir yumşaqlığı ona görədir ki, içəridəki sərnişindir, sürücüdür, zərbə anında, qəza anında daha çox qorunsun. Zərbəni maşın daha çox özünə götürsün. Əzilir, bəli, maşın əzilir. Amma içəridəki sağ-salamat qurtarır. Bu hamısı məqsəd onun üçündür, piyada üçündür. Piyada məsəl üçün vuralanda, eləyəndə oradan yəni az bir zədə ilə canını qurtara bilsin. Möhkəm olanda orada daha çox zədə görür. Yəni məqsəd budur. Yəni o dəmirləri bu stereotiplərdən biraz qaçmaq lazımdır ki, bir də hər aldıqları informasiya inanmasınlar, biraz araşdırsınlar, analiz eləsinlər, öyrənsinlər. Yəni mən də eşidirəm, o filankəsin nənəsi belə deyib, filankəsin babası belə deyib. Yəni onlar biraz boş söhbətdir, özünüz biraz araşdırın. Çin avtomobilləri hal-hazırda bizə gələn əsas üstünlüyü təşkil edib plug-in hibrid elektrik maşınlardır. Məsləhət görürəm ki, mütəmadi şəkildə bunlara şarja qoysunlar. Hətta 3-5 kilometr geçsələr belə yenə də geçsinlər, qoysunlar şarjı. Həm maşında tam şəkildə, dolu şəkildə olacaq şarj, həm də batareyanın ömrü uzanmış olacaq, degradasiya gec getmiş olacaq. Nə qədər batareya aşağı-yuxarı az oynayırsa, bir o qədər degradasiya gec gedir. Bəli. Sonra məsləhətdir ki, indi 92 benzin də tökürlər, amma məsləhətdir ki, 95 benzinə daha çox üstünlük versinlər. İmkan dərəcəsində, yəni baxsınlar. Olar, indi 92-də kimsə istəyir, lap qarışdırıb da eləmək olar, o problem yoxdur. Və keyfiyyətli yağlardan istifadə eləsinlər. Aha, o da əsas məsələlərdən. Təbii ki, yəni o vacibdir, yəni keyfiyyətli, orijinal yağlardan istifadə eləsinlər, ucuza qaçmasınlar. Onsuz da bu müddət biraz uzundur. Bir də bir şeyi qeyd edeyim, hamı hesablayır ki, mən elektriklə filan qədər sürdüm, benzinlə filan qədər sürdüm, o düzgün göstərici deyil. Yəni Amerikada da bu sahədə tədqiqat aparıblar. Yəni, hibrid maşınlarda bir məsafəni gedəndə, özdə bizim kimi şəhərdə, Bakı şəhərində sürüləndə, yəni qısa məsafə gedəndə daxili yanma mühərriki tez-tez yanıb söndüyü üçün yağ tez-tez qızır, soyuyur. Qızıb soyuduğu üçün fizikadır təbii ki, o birisi yağlarda da əmələ gəlir, amma hibrid maşınlarda daha çox kondensat əmələ gəlir, yəni su. Yağ ona görə biraz tez sıradan çıxır. Aydındır. Ona görə ortalama məsəl üçün götürsünlər ki, 5-8 min arası dəyişmə məsləhətdir. Hələ sözünüzə qüvvət, o deyirsiniz Çin avtomobilində. Buradan Pultlu qardaşımız, Pultlu maşın İlkin qardaşımızı da salamlayıram. Deməli, şəhərdə İraq, Allah göstərməsin, hansı bir avtomobil yananda heç biri trendə düşmür.
Amma hansısa bir Tesla, hansısa bir elektromobil, hansısa belə bir elektromobil yananda, alışanda dərhal həmin avtomobil trendə düşür. Bəlkə də deyir gündə yüzlərlə digər Mercedes, BMW, Toyota hansısa bir avtomobildə yanma hadisəsi baş verir. Heç biri trendə düşmür çünki bu normal bir şeydir. Dərhal düşünürlər ki, əlavə avadanlıq quraşdırıb, hansı ki o belə deyim, qısa kapanma verib və yaxud da ki nəsə bir problem yaradıb, güc düşüb ona görə alışma baş verib. Amma Tesla'da və yaxud da digər avtomobildə alışdırma olan kimi avtomatik trend olur və izləyicilərdə, sürücülərdə belə deyim, qorxu yaradır. Deyir ki, yox, mən istəmirəm, o maşına getmək istəmirəm. Birdən yalışıb alar və yaxud da ki, bu yaxında elə bayaq təkrarçı olmasın, Çanqan Yunizəni çəkdim. O elə bir baxış gətirdi ki, amma əslində məqsəd o deyil idi. Məqsəd o idi ki, yəni belə bir şey də olur. Maarifləndirmək üçün çəkmək idi. Qruplar, nə bilim, özdəki elə insanlar var ki, hansı ki, onlara da salamlayıram buradan. Elə videoları gözləyirlər ki, çıxan kimi dərhal belə hər yerində paylaşırlar ki, bax gördünüz, bu da sizin təriflədiyiniz üçün avtomobili. Amma halbuki orada bəzi kommentlər də olurdu, amma heç kəs onları təbii ki, like eləmir ki, qabağı önə çıxsın. Hətta yeni gələn Range Roverlərdə də elə problemlər olur. Yəni bu zavod defekti deyilən köhnədən belə avtomobillərdə, köhnə avtomobillərdə də var idi o şeylər. İndi də var. Sadəcə olaraq Çinli deyənə daha çox qabartılır. Əslində yəni bu hal-hazırda o texnologiya özü də inkişaf eləyirdi. Yəni yerində dayanmır. Yəni belə götürəndə də elektrik maşınla o köhnə daxili yanma mühərriki maşınlarında fərq nədir? Orada daxili yanma mühərrikin yerinə elektrik motordur və benzin çəninin yerinə də batareyadır. Qalan hər şey eynidir. Yəni həmin elektronika sistemi, həmin o elektrik xəttləri sistemi hamısı eynidir. Bəli. Bu qədər. Təşəkkür edirəm buradan sizə. Tam ətraflı, məncə dolğun, izləyicilər üçün də mənə elə gəlir ki, maraqlı bir video oldu. İnşallah. Ona görə buradan izləyicilərdən like'ları, kommentləriniz varsa bildirin və təbii ki, suallarınız olsa növbəti çəkilişi də eləyə bilərik. Sonda yenə də bir dənə ünvanı və əlaqə nömrəsini də bir dənə xatırladaq ki, əvvəldə dediyimiz məlumat ola bilər kimsə artıq yadından çıxsın. Zəhmət olmasa bir dənə məlumat verərdik. Bizim servis 7-ci mikrorayonda Binəqədi rayon polis idarəsindən üzbəüz yerləşir. Yəni kimsə istəsə Waze-dən Zikar servis yazsa, yəni rahatlıqla gəlib çıxa bilər bura. Əlaqə nömrəsi 055 962 86 99. 99. Aydındır, təşəkkür edirəm. Tam ətraflı məlumat üçün. Çox sağ olun. Minnətdaram. İnşallah yenə də görüşərik. İnşallah. Var olun. Sağ olun. Sağ olun.